Allah bizə hər gün bilirsiniz nə deyir? Bax necə dünyadır. Gündə 100 dənə məlumat eşidirik dünyanın puçluğu haqqında. Bütün məlumatlar bunu deyir. Gözümüzlə görürük, qulağımızla eşidirik ki, bu dünya nə qədər puç, vəfasız və keçicidir, fanidir. Allah bunu belə qərar verir ki, bax budur dünya, bundan qop mənə tərəf gəl, ilişib qalma. Bəzisi əksinə bu məlumatları görür dünya haqqında. Əksinə heyran olur, qəş eləyir, qarışır dünyaya başı, Allahı unudur, Allahı yadından çıxardır. Başqası isə baxır dünyaya deyir, vay bu yalancı dünya, buna mən niyə görə allanım? Bu vəfasız dünya. Bu yalancı dünyanı görür, Allaha daha da möhkəm bağlanır. Deyir ki, bu dünyaya görə Allaha arxa çevirmək olar. Başqası isə həmin dünyanı görür, həmin məlumatlara istinad edir, dünyaya daha da çox bağlanır. Görürsünüz, eyni dünyadır, iki fərqli yanaşmadır. Sən öz baxışının, zehniyyətinin başına nə oynatmısan ki, bu dünya sənin gözündə cazibəli görünür? Sən nə günə qoymusan özviyəni? Dünya səni alladıb, məğrur eləyib, qaçmısan onun qucağına, aşiq olmusan dünyaya, niyə belə görürsən axı sən dünyanı? Niyə belə görürsən? Problem nədədir? Sənin baxışına nə təsir qoyur ki, sən bu dünyanı belə şəkildə görürsən?